Xırdalan şəhərinin mərkəzində, Ekopark yaşayış kompleksində 94 kvadrat metrdən ibarət 3 otağa düzəlmə, ideal təmirli, qismən əşyalı, yəni müəyyən əşyalar qalmaq şərti ilə. Əşyaları tam olaraq qeyd etmirəm, çünki real alıcı ilə ev sahibi söhbət edəcək. Mənzil ümumilikdə isti döşəmədir və metlaqdır. Təqdimata başladıq qonaq otağından və mənzilin tavan hündürlüyü təxminən 4 metrdən yuxarıdır. Çox gözəl, zövqlü təmir olunub. Təmirində keyfiyyətli materiallardan istifadə olunub. Bina çox mənzilli, hündür mərtəbəli binadır. Mənzil yerləşir 1-ci mərtəbədə və binanın altı qarajdır. Qeyd edim sizlər üçün. Gördünüz bu gözəl mənzilin qonaq otağını. İndi isə keçirik mənzilin digər otaqlarına. Bu hissədə yerləşir mənzilimizin əsas girişi. Hol hissəsi, giriş qapı bu hissədə yerləşir. Gördüyümüz düz qapılar sanuzellərdir. Yəni tanış olaq. Binada bütün kanallar fasiləsiz olaraq verilir. Mənzilin istilik sistemi kombi sistemidir. Gördüyümüz şəkildə sanuzellər ayrı-ayrılıqdadır. Belə bir geniş hol hissəsidir. Və burada daha bir yataq otağı yerləşir. Bu yataq otağından da eyvana çıxış var. Baxın, bu şəkildə eyvanımız var burada. Və davam edirik mənzilin digər yataq otağı və mətbəx hissəsini sizə təqdim edəcəm. Bu hissədə isə yerləşir mənzilimizin mətbəx hissəsi. Yəni ümumilikdə biz təqdim etdik qonaq otağı, yataq otağı, sağda sanuzellər ayrı-ayrılıqda. Bu mənzilin ən gözəl üstünlüklərindən biri odur ki, tavan ölçüsü çox hündürdür. Yəni ürək açan mənzildir. Bu hissədə mətbəximizdir. Belə bir gözəl mətbəx yığılıb, mebellə təchiz olunub, bahalı materiallarla yığılmış mətbəx mebelidir. Qeyd etdiyim kimi qismən əşyalı satılır. Əşya barəsində məlumat vermirəm, çünki əşya barəsində real alıcı ilə yalnız evin daxilində danışılacaq. Bu hissədə isə daha bir yataq otağımız var. Gördüyümüz şəkildə. Bu şəkildə belə bir gözəl, səliqəli yataq otağıdır. Gördüyümüz gözəl, zövqlü. Dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Əgər sizin də satışda əmlaklarınız varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bizi Instagram və TikTokdan izləyin. Satışda olan əmlaklarınız barədə bizə məlumat verin. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.